Sumqayıt şəhərinin nüfuzlu təhsil müəssisələrindən biri olan İdrak Liseyində son zəng mərasimi yüksək səviyyədə təşkil olunaraq məzunların həyatında unudulmaz günə çevrilib. Təhsil, intellekt və inkişaf prinsipləri üzərində qurulan liseydə keçirilən mərasim yalnız bir tədris ilinin yekunu deyil, həm də növbəti uğurlu nəslin böyük həyata yola salınması kimi yadda qalıb. Bayram tədbirində liseyin müəllim kollektivi, valideynlər, məzunlar və qonaqlar iştirak ediblər. Mərasim boyu təhsil illərinin ən yadda qalan anları xatırlanıb. Məzunların qazandıqları nailiyyətlər diqqətə çatdırılıb. Tədbirin hər detalında liseyin elmə, biliyə və müasir təhsil prinsiplərinə verdiyi önəm hiss olunub. İdrak Liseyi fəaliyyət göstərdiyi dövr ərzində yüzlərlə gəncin uğurlu gələcəyinin formalaşmasına töhfə verib. Burada yaradılan təhsil mühiti şagirdlərin yalnız akademik biliklər əldə etməsinə deyil, həm də müasir düşüncəli, geniş dünyagörüşlü və vətəninə bağlı vətəndaş kimi yetişməsinə imkan yaradıb. Məhz buna görə lisey məzunları müxtəlif sahələrdə qazandıqları uğurlarla seçilərək cəmiyyətin inkişafına öz töhfələrini verməyə davam edirlər. Təhsil müəssisəsinin təsisçisi Mönsüm Alışovun fəaliyyəti liseyin inkişaf tarixində xüsusi yer tutur. Onun təhsilə olan böyük sevgisi, gənclərin bilikli və savadlı yetişməsi istiqamətində göstərdiyi ardıcıl fəaliyyət İdrak Liseyinin uğurlarının əsas dayaqlarından biri hesab olunur. Mönsüm Alışovun təşəbbüsü ilə formalaşdırılan müasir təhsil modeli liseyin qısa müddətdə geniş nüfuz qazanmasına şərait yaradıb. Təhsil sahəsinə verdiyi töhfələr, yenilikçi yanaşmalar və gələcəyə hesablanmış layihələri onun bu sahədə seçilən simalardan birinə çevirib. Son zəng mərasimində məzunların keçdiyi inkişaf yolu xüsusi diqqətlə xatırlanıb. Bir vaxtlar liseyə ilk addımlarını atan şagirdlər bu gün artıq həyatlarının yeni mərhələsinə qədəm qoyan gənclərə çevriliblər.